Son günlərin ən çox danışılan bir mövzusu ilə bağlı Təhsil İnstitutundan açıqlama var və Təhsil İnstitutu lisey və gimnaziyalara qəbul qaydalarında dəyişikliyi ilə bağlı açıqlama yayıb. İnstitutun yaydığı açıqlamada 2025-2026-cı tədris ili üzrə Bakı şəhəri və ölkənin müxtəlif bölgələrində yerləşən şagird qəbulu mərkəzləşdirilmiş imtahanla həyata keçirilən bir sıra lisey və gimnaziyaların 7-ci siniflərinə qəbul prosesinə start verilmişdir. Qeyd olunub və şagirdlərin lisey və gimnaziyalarda təhsil almağa böyük maraqlarını və tədris ili boyunca imtahan prosesinə hazırlıqlarını nəzərə alaraq bildirmək istəyirik ki, 2025-2026-cı tədris ilində istisna olaraq 5, 6 və 8-ci siniflər üzrə qəbul prosesi həyata keçiriləcək. Belə ki, mərkəzləşdirilmiş qaydada keçirilən qəbul imtahanında 4, 5 və 7-ci sinifdə təhsil alan, yəni 2025-2026-cı tədris ilində 5, 6 və 8-ci sinifə keçəcək şagirdlərin də iştirakı təmin olunacaq. Çox danışıldı, hətta biz valideynlərin etirazlarını gördük bu kontekstdə və ağlayan valideynlər var idi, uşaqlarını bilirik ki, hazırlıqlara qoymuşdular, repetitorlar yanına qoymuşdular və onların da bu şansdan yararlana bilməməsi geniş müzakirə edilirdi. Artıq Təhsil İnstitutundan belə bir açıqlama verilib ki, 5, 6 və 8-ci siniflər üzrə də qəbul prosesi həyata keçiriləcək. Yəni, mərkəzləşdirilmiş qaydada keçirilən qəbul imtahanında 4, 5 və 7-ci sinifdə təhsil alan, yəni 2025-2026-cı tədris ilində artıq onlar 5, 6 və 8-ci sinifə keçəcəklər. Həmin şagirdlərin də iştirakı təmin olunacaq. Danışılan, müzakirə edilən, etiraz doğuran həmin bu nüansı artıq aydınlıq gətirildi ki, bu şəxslərin, bu insanların da, yəni şagirdlərin də hüquqları təmin ediləcək. Biz də bu xəbəri sizinlə bölüşdük.